təsərrüfat, şəhər təsərrüfatından danışdıq, iqtisadiyyatından danışdıq, amma həm də bu beynəlxalq tədbirdir. Və açıq deyək ki, necə ki, COP təkcə ekologiya deyildi, həm də siyasi bir məsələ idi. WUF da təkcə şəhər salma deyil, bu həm də böyük bir siyasi məsələdir. Bu, həm Azərbaycanın siyasi nüfuzu baxımından çox böyük investisiya deməkdir. Vacibdir ki, investisiya pulla gəlsin. Həm də siyasi nüfuz ona çox böyük investisiyalar gətirir. Bizə bu baxımdan nə gətirdi və dövlət başçılarının, bir neçə xarici ölkənin, biz liderlərin Azərbaycan prezidenti ilə görüşünü gördük. İstəyərdim bunu da bir icmal şəklində təqdim edək. Hər halda bugün Gürcüstan baş naziri ilə görüş və imzalanan sazişlər kifayət qədər önəmli idi. Bəli, haqlısınız. Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası bu böyük, mötəbər bir beynəlxalq tədbirdir. Və bu tədbirə Azərbaycan Respublikası, onun paytaxtı ev sahibliyi edir. Və ümumiyyətlə, bugün Azərbaycana beynəlxalq aləmdə çox böyük etimad var. Çünki dövlətimiz ən mürəkkəb beynəlxalq problemlərin həlli yollarının axtarıldığı tədbirlərə, beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi edir. Yadınızdadır da NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi təxminən NATO və ABŞ-ın təxminən 6-7 dəfə Azərbaycan paytaxtında dünyanın ən ağır təhlükəsizlik məsələlərini müzakirə etmək üçün toplaşmışlar. Adətən onlar Parisə, Londona, Helsinkiyə və digər şəhər Stokholma toplaşardılar belə məsələləri müzakirə etmək üçün. Ən ciddi beynəlxalq çağırışlarla bağlı məsələlər Azərbaycan paytaxtında müzakirə edilir. COP29 bu iqlim çağırışları idi. İqlim, ekoloji böhranla bağlı məsələlər müzakirə edildiyi bir deməli məsələ idi. Azərbaycan paytaxtı COP29-a ev sahibliyi etdi və bu istiqamətdə çox mühüm qərarlar qəbul edildi. İndi də bax, şəhər salma əslində dünyanın bu günləri ən ciddi təhdidlərindən biri urbanizasiya problemidir. Vaxtı ilə deyilirdi ki, dünya üçün bir nömrəli təhdid bu asimetrik təhdidlərdir, bu beynəlxalq terrorçuluqdur. Sonra məlum oldu ki, təkcə bu yox, həm də çox ciddi dünya üçün təhdid bu iqlim dəyişikliyidir. İndi isə dünyada bir həyəcan təbili salınır ki, belə getsə, yəni 2050-ci ilə qədər dünya əhalisinin 70% əgər şəhərlərdə məskunlaşırlarsa, bu çox ciddi təhdiddir və bunun hansı fəlakətləri gətirəcəyini hesablama elə də çətin deyil. Və bu istiqamətdə tanınmış ekspertlərdən birinin fikridir ki, mənzil hüququ əslində bütün digər hüquqlara gedən yolun qapısıdır. Siz təsəvvür edin ki, mənzil hüququn pozulubsa, mənzil hüququn həyata keçmirsə, digər hüquqlardan danışma ümumiyyətlə mənasını itirir. Yəni bu dərəcədə yüksək qiymətlidir. Mənzil olmayanın onda hüququ da yoxdur. Yəni beynəlxalq miqyaslı. Mən sizə rəqəmlər gətirdim, özünüz nəticə çıxardım. Faktlar özü danışır. Dünyanın əhalisi bir 8 milyardı ötüb də, 8 milyard. Və bu BMT-nin məskunlaşma üzrə proqramını verdiyi məlumat ki, bu 8 milyard əhalinin 2,8 milyardı, az qala 3 milyard nəfəri həddindən artıq, mən deyərdim ki, yəni insanın yaşaması mümkün olmayan şəraitdə yaşayırlar. 1,1 milyard insan elə yerdə yaşayır ki, onun adına ev demək mümkün deyil. 300 milyon insan isə, 300 milyon insan ümumiyyətlə ev eşiyi yoxdur. Bax, o 300 milyon insan əgər ev eşiyi yoxdur, demək onda hüquqları da yoxdur, bu məntiqlə götürsək. Yəni, siz indi təsəvvür edin ki, 300 milyon insanın başının üstündə tavanı yoxdur, onlar çöllərdə səfil həyatı keçirirlərsə, siz özünüz nəticələr çıxardın. Və nəhayət, onu söyleyeyim ki, bax, bütün bu söylədiyimiz reallıqlar fonunda BMT-nin başqa bir hesabatında qeyd olunur ki, bax, ilk növbədə iqlimlə bağlı, yəni daşqınlar, seldir, sonra bunun nəticəsində yanğınlardır. Bunun sayəsində dünyada 123 milyon insan evini atıb, evini qoyub gedib. Onların da ki, təxminən böyük əksəriyyəti, mütləq əksəriyyəti şəhərlərə gəlirlər. Şəhərlərə gəlirlər və milyonlarla insanlar şəhərə gəldikdə, indi siz təsəvvür edin ki, şəhər təsərrüfatı hansı vəziyyətə düşür. Bu həm də nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, belə vəziyyətdə təhsildən, sonra səhiyyədən, mədəniyyətdən və digər məsələlərdən danışma ikinci plana keçir. Çünki o insanların elementar başının üstündə o yağışdan qorunmaq üçün bir sığınacaq yeri olmalıdır. Bu artıq qlobal bir məsələyə çevrilib. Məlum olur ki, dünyada təxminən 3 milyarda yaxın insanın evlə bağlı son dərəcə kəskin problemlər varsa, bu doğrudan da ağır bir məsələdir.